Bugün istərdim ki, sizə Quranın təhrifi mövzusunda Əli əleyhissalamdan olan növbəti bir hədisi oxuyum. Əbu Zər Qəffari nəql edir. Rəsulullah vəfat edəndə Əli əleyhissalam artıq Quranı nazil edildiyi kimi cəm etmişdi. Həzrət o Quranı mühacir və ənsara göstərdi. Əbu Bəkir Əlinin cəm etdiyi Quranı əlinə alıb açdı və elə ilk səhifələrində nəzər salan kimi münafiq sahabələri pisləyən ayələrlə qarşılaşdı. Bu vəziyyəti müşahidə edən Ömər dedi: "Ey Əli, götür bu Quranı apar, gözümüz görməsin. Bizim sən cəm etdiyin Qurana ehtiyacımız yoxdur." Əli əleyhissalam bu hadisədən sonra o Quranı götürdü və oradan çıxdı. Sonra Quran qarisi olan Zeyd ibn Sabit ora gəldi. Ömər ona dedi: "Əli bizə elə bir Quran gətirdi ki, içində səhabələri pisləyən ayələr var. Bizim fikrimiz budur ki, Quran nüsxələrində mühacir və ənsarı pisləyən nə qədər ayə varsa, o ayələri oradan çıxaraq." Bunu eşidən Zeyd dedi: "Siz düşünün, əgər mən sizin istədiyiniz kimi bir Quran cəm etsəm və oradan istədiyiniz ayələri çıxartsam, sonra da Əli gəlib əlində olan cəm etdiyi Quranı hamıya təqdim etsə, vəziyyətimiz necə olar? Beləliklə bütün zəhmətlərimiz hədər olar." Ömər dedi: "Bəs nə edə bilərik?" Zeyd isə cavab olaraq dedi: "Siz nə etmək lazım olduğunu məndən yaxşı bilirsiniz." Ömər dedi: "Elə isə Əlini öldürüb canımızı ondan qurtarmaqdan başqa çarəmiz yoxdur." Ömər Xalid ibn Vəlidə Əlini öldürməyi tapşırdı, lakin Xalid bunu bacarmadı. Ömər xəlifə olan zaman Əlini çağırdılar ki, əllərindəki nüsxə ilə Əlinin cəm etdiyi Quranı əvəz etsinlər. Beləcə, Əli əleyhissalam cəm etdiyi Quranı əllərindəki Quran müsəflərinin halına qoyub təhrif etsinlər. Əli əleyhissalam gəldi və Ömər ona dedi: "Ey Əbul Həsən, o vaxtlar Əbu Bəkirə gətirib göstərdiyin Quranı əgər bura gətirsən, biz onu qəbul edib, bütün nüsxələri kənara ataraq sənin əlində olan Quran üzərində ittifaq edib onu qəbul edəcəyik." Əli Ömərə dedi: "Heyhat, istədiyini heç vaxt sənə verməyəcəm. Çünki mən o təhrifsiz Quranı Əbu Bəkirin əleyhinə dəlil olsun və qiyamət günü bizim bundan xəbərimiz yox idi deyə və ya onu bizə gətirmədin və gətirsəydin qəbul edərdik deyə bilməməyiniz və bəhanələr icad edə bilməməyiniz üçün sizin yanınıza gətirmişdim. Mənim yanımda olan Qurana ancaq pak şəxslər və mənim zürriyyətimdən gələcək vəsilər toxuna bilər." Bunu eşidən Ömər: "Sənin əlində olan həqiqi təhrifsiz Quranın hamı üçün aşkar çıxmasının bir zamanı varmı?" Əli əleyhissalam buyurdu: "Bəli, övladlarımdan qaim olan şəxs zahir olduğu zaman mənim cəm etdiyim Quranı insanlara açıqlayar və insanları məhz o Qurana yönəldər." Gördüyünüz kimi bu hədis Əli əleyhissalamdan nəql olunur və Quranın təhlif edilməsi haqqında hədislərdən biridir. Bu barədə fikirlərinizi rəy bölməsinə qeyd edə bilərsiniz.